Salam değerli izleyiciler, akşamınız hayırlı olsun. Bugün artık May ayının ikisidir ve torpaq artık cana gəlib. Nələrsə bəhrələr verməklə məşğuldur. Bakın bu geçen il mən 3 kök burada kağı ekmiştim. Ve elə də qaldı toxumladı, dəymədim, toxumlarını səpib və görürsünüz nə qədər burada həmin toxumlardan kağı əmələ gəlib. Təbii ki, bu vaxt artıq mənim bağçam işləyərdi, yəni işlənmiş olardı daha doğrusu, əkinim olardı, amma buna bu il vaxt edə bilmədim, amma bunlara da heyfim gəlir. Buranı görürsünüz, bax belə qazdım bugün. İşleyeyim, onları bura köçürüm. Mən bir Yusifəm ki Kənandan uzaq. Mən bir Gülçiyəm ki bostandan uzaq. Səririr bunları. Gəl Gülistanımdan apar bir varak. Ne lazım? Solgun gül, tabak tabak. Bir vərəkdən 3 koldan nə qədər kağ əmələ gəlir. Bir vərəkdən də neçə insanlar bəhrələnib. Sehrə bax. Deməli günəşlə kölgədə çox azdır ara. Biri işıqlıdır, biri qapqara. Xurma da tikan ilə bir yerdə bitər. Biri zəhərlidir, biri qənd, şeker. Bakın bir kızıl gülü görürsünüz mü? Beslemek için biz ne kadar tikanları bak görürsünüz. Suvarırıq ki bak bu kızıl gülü əldə edək, değil mi? Eləcə də insanlar belədir, dili tikanlı, zəhərli, yaradana şükürlər deyək, yaratdıklarına. Bu tikanlı, sözü tikanlı, dili zəhərli insanların arasında neçə insanlar artıq qızıl gül kimi bəhrə verir və bu söhbətlərdə Nurema xanım mən huzura qovuşmuşam deyir. Budur artık kağıları torpağın diğer hissesine iştilledim ve suladım. Benim açtığım söz süfrəsindən bəzi insanlar bundan artıq qidalandığını, bəhrələndiyini görürəm. Bəzilərinin isə elə o andaca arzuya çatmalarını, muratlarının yerine yetmesini istəyirlər, amma bu mümkün değil. Çünkü bu əkilen öz bəhrəsini verənə kimi, yəni bu müddət istəyir. Eləcə də bu sözləri söz süfrəsindən bəhrələnib tələsik arzuya çatmaq istəyənlərə demək istəyirəm ki, o murad ki səni yandırar belə, onu tez çalışsan, geç gələr ələ. Gözləməlisən, bax bu kağılar ne zaman bəhrə verəcək? Sənin də bu söz süfrəndən daddığın sözlər elə bir gün sənin üçün bəhrə verəcək və sən də onun sevincini dadıb deyəcəksən, Yaradana şükürlər olsun. Məsləhətinə şükürlər olsun. Amin.